Paşinyan tarixi səhvi düzəldəcək. Ermənilərin üzünə çırpılan həqiqətlər və Nikolun peşmanlığı. Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkədə Ermənistan tarixi adlı 3 cildli kitabı nümayiş etdirib. O bildirib ki, kitabın 1-ci cildini oxuyub bitirib. Dərhal 2-ci cildə başladım. Ermənistan tarixinin dərslərini öyrənmək. Əslində mənim daim məşğul olduğum şey budur. Bu indi bizim gündəliyimizdə yaşam yox, inkişaf məsələsinin olmasının səbəblərindən biridir deyə Paşinyan bildirib. Əvvəllər bu ölkədə Erməni tarixi adlı kitab tədris edilirdi. Ötən il Ermənistanda bu məsələ cəmiyyətdə geniş müzakirəyə səbəb olmuşdu. Nikol Paşinyan məktəblərdə və ali təhsil ocaqlarında Ermənistan tarixinin tədrisini təklif eləmişdi. Onun bu kitabı yenidən gündəliyə gətirməsi həmin ideyanın həyata keçməsi istiqamətində fəaliyyət kimi də qiymətləndirilə bilər. Bunun erməni tarixindən elə ciddi fərqlənməyəcəyi istisna edilmir. Ola bilsin, bu kitabda Ermənistan dövlətinin yaranması məsələsi daha çox qabardılıb. Azərbaycan, Türkiyə, Güney Azərbaycan, habelə Gürcüstan ərazilərinə iddialar varmı? Yaxud bayraq vəhimindəki Ağrı dağı iddia aradan qalxıb, Urartuya iddiadan əl çəkib, bunun onlarla əlaqəsi olmadığı vurğulanıb, eləcə də Azərbaycanın Qarabağ bölgəsində Qondarma Respublikanın qurulduğu təsbit olunub, habelə 1915-ci ildə Osmanlı tarixindəki hadisələr erməni soyqırımı kimi təqdim edilməyib ki, hər halda vaxtilə erməni tarixi kitabında bu və buna bənzər uydurma məsələlər öz əksini tapmışdı. O, erməni etnik qrupun hədəfi, arzusu, xəyalı, yuxularının məcmusu sayılırdı. Bu kitab onlara yol göstərirdi. Son 100 ildə bir neçə nəsil həmin tarixin əsasında tərbiyə olunmuşdu. Onlar ötən əsrdə Azərbaycan türklərinin Ermənistandan elə ona əsaslanaraq himayəçilərinin yardımı ilə deportasiyasına nail olmuşdular. Artsak sözünün ermənicə olduğu iddiası da bu saxta kitabdan qaynaqlanır. Ancaq tarixi qaynaqlar bu sözün türk mənşəli olduğunu çoxdan təsdiqləyib. Qafqazda ilk xristian məbədi Qarabağda qədim türk tayfası olan Sakların toplu halda yaşadığı Ərsakda yaradılmışdı. Ermənistanın işğalı dövründə türklərə aid xristian məbədlər erməniləşdirilmişdi. Onlar kitabələri dünyaya erməni abidəsi kimi təqdim eləmişdilər. Ərsak, erkən orta əsrlərdə Qarabağın dağlıq hissəsi Sak ərinin igidinin adı ilə bağlı belə adlanırmış. İşğalçılar Qarabağın adını da dəyişməyə cəhd göstərərək onu Artsaq eləməklə özünküləşdirmək istəyirdilər. Ancaq onların bu planı da alınmadı. Qısası, ermənilərin tarixi saxta hadisələr əsasında yazılmışdı. Məsələn, bir qrup erməni Qarabağda qondarma rejim qurmağa səy göstərdi. Bu saxtakarlığa onlar Rusiya və başqa havadarlarının yardımı ilə nail olmağa çalışırdı. Ancaq Azərbaycan onların bu mifinin reallaşmasının qarşısını alaraq işğalçıları torpaqlarından qovdu. Güman ki, bir müddət sonra bu etnik qrupun ideoloqları yaxud tarixçiləri güya Qarabağda dövlət qurduqlarını iddia eləyəcək, sonra bunu tarix adlandırdıqları kitaba salıb tədris, təbliğ eləyəcəklər. Yəni, erməni tarixi belə yaranır. Nikol Paşinyanın oxuduğu kitabda buna oxşar tarixi hadisələrin nə qədər olduğu da çox keçməz ki, məlum olar. Hələ ki, Paşinyan erməni ideoloqları müəllimlərinin türklərə qarşı apardığı ənənəvi iddialardan imtina eləyir. O, Ağrı dağın Ararat dağı adlandırılmasının Türkiyəyə ərazi iddiası olduğunu söyləmişdi. Bildirmişdi ki, bu şəraitdə Türkiyə Ermənistanla heç bir əlaqə qurmaz. Yaxud gerbdən iki başlı qartal, Ağrı dağ simvollarının götürülməsi də onun erməni cəmiyyətinə reallığı göstərmək baxımından uğurlu addımı sayıla bilər. Bu həm də o deməkdir ki, Ermənistan hökuməti, elmi ictimaiyyəti, düşünən insanları keçmiş, saxta tarix kitablarından imtina eləmək yolundadılar. Ötən gün Nikol Paşinyan Acapnyak İnzibati rayonunda tələbə və şagirdlərlə görüşdə real Ermənistan ideologiyasının istiqamətlərini də təqdim edib. Baş nazir görüşə qatılanların ideologiyanın prinsipləri, təhsil infrastrukturunun inkişafı, nəqliyyat problemlərinin həlli və başqa mövzulara aid suallarını cavablandırıb. Paşinyan real Ermənistan ideologiyasının konsepsiyasını 2025-ci il fevralın 19-unda təqdim eləmişdi. Hökumət başçısı bildirmişdi ki, müasir erməni ideologiyası transformasiya keçirir, tarix mərkəzli yanaşmadan real Ermənistan konsepsiyasına keçir. Baş nazirin qənaətincə bu suveren dövlətçiliyin möhkəmləndirilməsinə, demokratiyaya, iqtisadi inkişafa və vətəndaşların şəxsi məsuliyyətinə diqqət yetirir, vətəni dövlət kimi müəyyən edir. Real Ermənistan ideologiyası sərhədlərin müdafiəsinə, rəqabət qabiliyyətinə, iqtisadi rifaha və vətəndaşların peşəkarlara çevrilməsinə diqqət yetirir. Dövlətçilik dəyəri olaraq vətənini sevirsən, dövlətini möhkəmləndir devizi açar rolunu oynayır.
Bu diaspor və ya tarixi miflərin prioritetini əvəz eləyir. Təhlükəsizlik və inkişaf yalnız tarixi yaddaşa deyil, regional sabitliyə və iqtisadi inkişafa yönəlmiş siyasətə keçiddir. Bu konsepsiyada əvvəllər dominant olan ideyalara əsaslanan ideologiya praqmatik yanaşma təklif olunur. Burada prioritet fəaliyyət göstərən Ermənistan Respublikasının təhlükəsizliyinin və suverenliyinin təmin edilməsidir. 14 maddəlik bu baxış sistemində Ermənistanın keçmiş vətəndaşlarına, qovulmuş, vətəndaşlıq hüququ tapdanmış, əmlakları əlindən alınmış, mənimsənilmiş Azərbaycanlılardan bəhs edilməyib. Burada eyni zamanda repatriasiya məsələsinin də nəzərdə tutulmaması konsepsiyanın yarımçıq olduğunu göstərir. Bu baxışlar sistemi Ermənistanın konstitusiyasından üstün sayılmır. Odur ki, yarımçıq, təcavüzkar əsas qanun qaldıqca, qüvvədə olduqca Nikol Paşinyanın irəli sürdüyü real Ermənistan konsepsiyasının gerçəkləşməsində problemlər yaranacaq. Çünki konstitusiya dövlətin ali hüquqi qüvvəyə malik olan əsas qanunudur. O ölkənin həyatına aid bütün istiqamətləri özündə ehtiva edir. Başqa qanunlar və konsepsiyalar ona əsaslanmalı və zidd olmamalıdır. Bu baxımdan Nikol Paşinyanın bir il öncə irəli sürdüyü real Ermənistan ideoloji konsepsiyasının ölkə konstitusiyasında dəyişikliklər edilmədən reallaşması mümkünsüzdür. Sənədin birinci maddəsində də yeni konstitusiyanın vacibliyindən bəhs edilib. Bu, vətənpərvərlik modelinin inkişafı üçün xalq, vətəndaşlar özlərini təkcə dövlətin qurucuları kimi deyil, həm də ondakı hüquq qaydalarının mənbəyi kimi dərk, ölkənin konstitusiya quruluşunu onların iştirakı ilə əldə edilmiş ümumi ictimai razılaşma kimi qəbul etməsi üçün vacibdir. Orada qeyd edilib ki, bu kontekstdə yeni konstitusiyanın ümumxalq referendumu yolu ilə qəbulu mühüm əhəmiyyət kəsb edir. Çünki bütün əvvəlki konstitusiya referendumları ən azı ictimai qavrayışda legitimlik baxımından ciddi problemlərə malikdir. Yeni konstitusiyanın qəbul edilməsinin strateji məqsədi dövlətsiz millətin relikt, qalıq davranışından dövlət yaradan xalqın davranışına keçiddir. Azərbaycan prezidenti İlham Əliyev də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində açıq dəniz siyasəti, Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi mövzusunda panel müzakirələrdə qeyd edilib ki, Ermənistan konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması real Ermənistana təkandır. Bu baxımdan Ermənistanın yeni ideoloji sistemi və sülh sazişi konstitusiyanın dəyişməsindən asılıdır. Çünki uzun illər Azərbaycan və Türkiyəyə qarşı düşmənçilik ruhunda formalaşdırılmış ideologiya, düşüncə sistemi məhv oldu, boş çıxdı. Odur ki, yeni sistem, konstitusiya dəyişikliyi sülh sazişindən sonra reallaşa bilər. Sədrəddin İsmailov, Leyla Mehdiqızı, Rinat Qurbanov, Report.